Salam hörmətli dəyərli izləyicilərimiz, hamınızı salamlayıram, hamınızı xoş gördük. Dəyərli dostlarımız, bu günləri Təranə xalanın yoldaşı Novruz əminin il mərasimidir. Şəhla ana, Nurlan ana, Nərgiz ana bugünkü gündə bizlə bərabərdirlər inşallah. İndi çəkib göstərəcəm, baxarsınız. Allah da öz kanalımız adından başsağlıqlarını verəcəklər. Pənah qardaşımızın belə deyim təşkilatçılığı ilə Pənah qardaşımızın sayəsində bu günləri gəldik. Təranə xalanın dərdinə şərik olmağa. Allah Novruz əmiyə qəni-qəni rəhmət eləsin. Allah ruhunu şad eləsin inşallah. İzləyicilərimiz, gözəl dostlarımız. Bax bizim gözəl kanalımızın anaları Nurlan ana, Nərgiz ana, Təranə xala, Şəhla anamız. Bugünkü gün onlar da buradadılar. Elə bax bu çəkilişdə istədim ki, analarımıza da, Nərgiz anamıza, Nurlan anaya, Şəhla anaya da söz verim qoy. Onların da eşidək, onları da bir dinləyək. Sağ olsun. Bax bugünkü gün Nurlan ana da buradadır. Allah canını sağ eləsin. Qardaşımızın ilk dönümüdür. Allah rəhmət eləsin Novruz qardaşımıza. Təranə bacımızda Allah gözün versin. Allah səbir versin. Allah yerdə qalan bağlarınıza, torpağınıza ömür versin. Amin Allah, amin. Gözümüzə boş verdik. İndi Təranə bacının yanında. Təranə bacının, Nərgiz bacının, Şəhla hər bir kanalımızda bizim dərdimizə şərik olurlarsa, biz də onların dərdinə şərikik. Allah hər birindən razı olsun. Allah kanalımızın yolunu uğurlu eləsin. Sən də sağ ol Nəzim kanalımızda. Allah köməyinizdə olsun, borcumuzdur. Əziyyətimiz Allah var. şəhid bağlarımızın da ruhlarını şad eləsin. Qazilərimizə də Allah öz kömək olsun. Kanalımızda olan böyük, kiçik, xəstə olanların hamısına da Allah kömək olsun. Allah şəfalarını versin. Allah Pənah balamın da canını sağ eləsin. Rüfət balamızın da ruhu şad olsun. Kanalda olan bütün izləyicilərimizin hamısından Allah razı olsun. Amin. Allah köməklər olsun hər birinin. Nərgiz ana. Danışsın, söz verək. Qoy Şəhla anamızı eşidək. Şəhid Nicat qardaşımızın anası, dəyərli izləyicilərimiz. Kanalda yeni izləyicilər var. Görəndə belə tanımırlar. Şəhid Nicat Orucov qardaşımızın anası Şəhla ana. Canlıda yazan Şəhla anamızdır. Sağ olun Şəhla ana, əziyyət çəkmişsiniz siz də bugün. Əziyyət yoxdur. Təranə bacı neçə ildir bizim yanımızdadır. Biz şəhid analarımız, bizim də borcumuzdur. Təranə bacının dərdinə şərik olaq. Allah ona ömür versin, can sağlığı versin. Hər zaman balalarının yanında olsun. Allah axır qəmləri olsun. Səbir versin. Bundan belə qapıları şadlığı açılsın. Qəm qüssədən uzaq olsun. Amin, çox sağ ol. Allah Pənah oğlunun da canını sağ eləsin, salamat eləsin. Neçə ildir bu şəhid anaları kanalı onun üzərindədir. Vallahi yük ondadır. Tək Allah onu yükə salmasın. Allah canına can sağlığı versin. O qərib evdə onu qorusun, balalarını qorusun. Atasının, anasının ömrünü uzun eləsin, sağlam eləsin, can sağlığı versin. Çox sağ olsun. Nəcim də hər zaman əziyyəti çəkir. Borcum desə də yenə əziyyəti üstündədir. Allah ona da ömür versin. Bir şirin pay versin. Biz analar da, nənələr də sevinək. İnşallah. Allah hamınızdan razı olsun. Allah bundan beləsinə, vallahi hər birisinə, kanalımızda olanların da hər birisinə şadlıqlar qismət eləsin. Can sağlığı versin. Qəribdə yaşayanların hər birisini Allah qorusun. Ruzuların bol eləsin. Canlarını sağlam eləsin. Amin. Bizim də borcumuzdur vallahi gəlmək, getmək, bu xəstəlik imkan versə vallahi hər yerə gedərik də, gələrik də. Tək Allah hamıya can sağlığı versin. Allah bütün xəstələrinə şəfa versin. Allah səbri versin Təranə bacı. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Kanalımızın adından gəlmisiniz. Çox sağ olun. Əziyyət çəkmisiniz. Vallahi mən heç qıymazdım. Vallahi borcumuzdur bizim. Allah hamd olsun. Yəni çox sağ olun. Əziyyət çəkmisiniz. Gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Allah indən sonra hamıya xeyirli günlər qismət eləsin. Biz də bir xeyirli günlərdə borcumuzdan çıxaq. Borc deməyək, xoşdur. Borcumuzdan çıxaq. Allah kanalda olan hər kəsə can sağlığı versin. Çox sağ olsunlar. Mən izləyə bilməsəm də bir neçə gündür bilirəm hamısı mənə görə narahatdılar. Sağ olsunlar. Rəhmət diləyənlər. Allah qardaşın yerini rahat eləsin. Amin. 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 Allah bütün cəmi dünyasını dəyişənlərin hamısına rəhmət eləsin. Qalanlara can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah indən sonra vətənimizə müharibə yaşatmasın. İndən sonra heç bir ana şəhid anası adı almasın. Allah hər bir evə xeyirli günlər qismət eləsin.
Pənah oğluma çox sağ ol deyirəm. Allah ondan razı olsun. Allah onun balalarını qorusun. Neçə dəfə mənim əziyyətimi çəkib. Vallahi mən heç qıymaram, yəni utanıram. Çox sağ olsun. Allah indən sonra qazandığın həmişə xeyri günlərə qismət eləsin. Allah onun ata-anasına gözü dolusu versin. Aybəniz bacıya, Qədir qardaşa can sağlığı versin. Allah onun balalarını qorusun. Allah onu bütün arzularına çatdırsın. Görmək istədiyi işlərin hamısını, arzusunu yerinə getirsin ki, bütün işlərin görsün. Ürəyində olan Allah bütün arzularına çatdırsın. Allah o bir verdiysə min artırsın. Allah onu o yad yerlərdə qorusun. Bütün yad ölkələrdə olanlarımızın hamısını qorusun. Allah hər birini qorusun. Allah hamısının ruzusunu bol eləsin. Allah hər birinə xeyri günlər qismət eləsin. İndən sonra heç kimə ölüm yaşatmasın. Nərgiz bacıya da, Nurlan anıya da, Nəzim sənə də təşəkkür edirəm. Şəhərlərinə əziyyət çəkmişsiniz. Vallahi mən şəhərlərinə qıymazdım ki. Borcumuzdur, bizim də borcumuz. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Kanalda olan yenə hər birinə mən ad çəkəcəm. Yenə biri çəkəndə o birisi inciyəcək məndən. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Allah hər birinizin evinizə indən sonra xeyirli günlər qismət eləsin. Biz də gələn xeyirli günlərdə görüşək. Sağ olun. Çox sağ olun. Allah köməyiniz olsun. Nəzim sənə də qadın alım. Allah razı Yada olsun. Hər görmə. dəfə Nə əziyyətini demək? çəkirsən. Allah sənin arzuna Borcumuzdur. çatdırsın. Allah canını səni sağ evlat eləsin. payıyla sevindirsin. Allah Allah həndən sonra tək həmişə şəhidlərimizə rəhmət eləsin. Bizi bu kanala cəm eləyən Rüfət balamıza, onun timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Allah Sağ olun. köməyiniz olsun. Təşəkkür edirəm bu əziyyətinizə görə sizlərə. Kanalımızda da duran canlı yayımda Könül bacı idi, Doktor əmi idi, Çox sağ ondan sonra olsun, Aytan sağ bacımız idi. Hamısının da adını tək-tək Samirana, çatdıramıram. hamısı. Samir ana idi, Çox sağ olsunlar. İlham əmi idi. Hamısı dedi baş sağlığı ver bizim Çox adımızdan sağ Tərana olsunlar. xalıya Allah dedilər. hər birinin ölənlərinə rəhmət eləsin, qalanlarına Amin. can sağlığı versin. Amin Allah. Hamısına təşəkkür edirəm. Onlar hamısı bilirəm ki, mənim xətrimi istəyirlər. Mən də onların hamısını çox istəyirəm. Əzizlər hər birisi bizim üçün. O kanalda olan, ora bir ailə kanalıdır yəni. Elə Ailəmiz, bütün Əlbəttə. ailəmiz baxır. Vallahi o kanal Nəcimin hər gecə bizim evdə səsi gəlir. Yəni hamısı Allah da canınızı sağ tanıyırlar. eləsin. Nəcim əmi deyirlər başladı. Allah Allah kömək olsun. can Allah sağlığı hamısının versin. Sağ olun, ömrünü təşəkkür uzun edirəm eləsin. hər birinizə. Allah Allah hər razı birinizə olsun. razı olsun yenə. Sağ olun, çox sağ olun. Hə, buyurun Nərgiz ana, elə sizə də söz verək, Salamlayıram sizi də sizin hər işləyək. birinizi. Qarşınızda baş əyirəm şəhid anaları. Tərana bacı, Allah sizə səbir versin. Çox Allah sağ Novruz olun, qardaşa bacı. rəhmət eləsin. Çox sağ olun. İndən belə bu qapıya xeyir işlərə gələk inşallah. Amin ya Rəbbim. Biz kanal adından gəlmişik. Bütün kanal üzrə hamısına salamlayırıq. Onların da baş sağlığını sizə çatdırırıq. Çox sağ olun. Başda da Aybəniz anamın. Aybəniz anam dedik biz gələ bilmirik. Yox, yox, Allah qıymaram. səbir versin. Allah dözüm Çox versin. sağ olun. Allah razı olsun. Bir balam kimi, bir bacım kimi mənim baş sağlığımı dil çatdırasınız. Çox sağ olsun. Tərana bacı. Hər birinə təşəkkür edirəm. Aybəniz bacı bizə düzdür bir dəfə xeyir işə getmişik. İkinci də Allah bir daha yaşatmasın. Allah onu da yezləsinə, qardaşına, yəni bütün dünyadan gedənlərin hər birinə rəhmət eləsin. Onlar da bu il çox əziyyət çəkdilər, üst-üstə zərbələr aldılar. Allah indən sonra heç bir evə zərbə yaşatmasın. Amin. Xeyirli günlər qismət eləsin. İndən sonra xeyirli günlərə gediyor o qapıya. Sağ olun, çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Allah hər birinizə razı olsun. Siz sağ olun Tərana xala. Kanal adından bütün hamısının adı elə ki, mən biləm ki, hamısı Tərana bacımız çox istəyirlər. Hər birinizə əzizsiniz bacım. Çox sağ olun. Biz bundan sonra şad günlərdə sizin İnşallah. yanınızda İnşallah. Çox sağ olun. Allah'ımızdan razı olsun. Can sağlığı versin Amin. ki, kanalın hər bir üzvünün yanında. Çox sağ olsun. Əlbəttə ki, Bəli. hər oğlun Yaxşı işi. Amin. günümüzdə də, pis günümüzdə də bizimləriz. Allah onları da qərib yerdə saxlasın. Amin ya. Amin. Əziyyət Nəcim, çəkirlər Allah sizə də orada. kömək olsun. Siz də əziyyət çəkmişsiniz. Borcumuzda yox, Gecə nə yox, əziyyəti var ki. gəlmişsiniz vallahi. Bizim də Eybi yox, Allah olacaq sizə ki. qıymazdım Allah'a. Yox, elə İnşallah deməyin. biz də sizin qapılara yaxşı günlərə gələk. Amin ya Allah Rəbbim. köməyiniz olsun hər birinizin. Bundan sonra kanalımızda gözəl işlər olsun. Gözəl Amin işlərlə ya. görüşək. İnşallah. İnşallah. Mənlə Tərana bacı artıq elə bir şey biz bu şəhid anadır yanında elə bir şey bizim bir vəzifə borcumuzdur bu. Hər bir Nə işimiz Azərbaycanlı. olsa biz bunların yanında olmalıyıq. Belə də kanal adından çox vaxt biz danışırıq. Yenə də kanal adından danışıram. Bütün hər bir izləyicinin sizə baş sağlığını Çox sağ çatdırsın. olsunlar. Hər birinə Allah təşəkkür Novruz qardaşa rəhmət eləsin. Amin, Allah dinləsin, Allah. versin, sizə də səbir versin. Amin. Bundan sonra yaxşı günlərdə görüşək. Amin. Amin. Belə Təranana da hamımız üçün əzizdir. Elə özü bayaq Əziz dedi. olasınız, Budur çox sağ olun. neçə gündür, valla 3-4 gündür izləyicilər hamısı soruşur. Dedim Tərana xala elə özü yazdı canlıda. ürəyim Yazdı ki, orada var. rayona gedəcəyik. Qəbr üstünə çıxmaqdan ötürü yol uzaqdır. Dedim ona görə qoşula bilmir, başı qarışıqdır. Elə oradan izləyicilər də dedi ki,
Biz gələnməsək də bizim baş sağlığımızı çatdı. İndi yarısı qərb ölkədədir, yarısı uzaq rayonlardadır görsən. Çox sağ olsun. Eləsi olur ki, görsən gələnmir. Amma həmişə elə hər axşam vallahi hamısı soruşur izləyicilərimiz. Allah Hamısına yenə təşəkkür edirəm. hamısından razı Allah olsun hamısına ki, xeyirli günlər maraqlanırlar. qismət eləsin. Çox sağ Həmişə olsun. belə Əziz olsunlar, hörmətli olsunlar. Allah hər birinə indən sonra xeyirli günlər qismət eləsin. Biz gedə xeyirli günlərdə görüşək hər birinin evində. İnşallah. Sizin də qapıya xeyir işlər. Amin ya Rəbbim. Amin. Çox sağ olun. Allah razı olsun. Amin, Allah. Yenə təşəkkür edirəm. Çox əziyyət çəkmisiniz valla. yox, nə əziyyəti var Sənə ki. təşəkkür edirəm. Allah Çox köməyiniz sağ ol. olsun. Nə Allah əziyyətimiz səni var ki. Qərib ellərdə qorusun. Allah səni bütün arzularına çatdırsın. Amin, Allah səni amin Allah. Mərdim azardan Mərdim azar insanlardan qorusun. Nə bilim, yəni xəta baladan qorusun. Allah razı, heç vaxt səni nə edeyim, necə eləyim dedirtməsin, deməyəsən. Evet. Həmişə xeyirli günlərdə olasan. Qazandığın indən sonra xeyirli günlərə qismət olsun. Çox sağ ol, tərəf qadın alaram. Allah səndən razı olsun. Allah hamımıza kömək olsun. Vallahi elə bugünkü gündə o kanalda, o canlı yayımda o mehribançılıq nə desəz dəyər. Elə hər axşam hamı yığışır ora. Biraz da olsa biraz fikri dağılır, eyni dağılır. Bir hamısı Ailə kanalı budur da, bu deməkdir. Əlbəttə ki. hər axşam hamı səbirsizliklə gözləyir. Saat 9 oldu. Görürsən ki, indi bu olur biri gec qoşulur, bir 20 dəqiqə, yarım saat, amma hamı əsas odur ki, yəni canlı qutarana kimi gəlib bir salam sağ ol eləyirlər, bir-birlərinə bir hal-əhval tuturlar. Allah Salih balamızın da şəfasını versin. Bu günləri o Rübab bacımız da başı Salih balamıza qarışıqdır. İnşallah tez bir zamanda Allah öz şəfasını versin. Bütün xəstələrimizə həmçinin Allahdan şəfa diləyirik. Elə burada olanların da bir daha gələn hamıya təşəkkürümüzü, minnətdarlığımızı çatdırırıq. Allah Novruz əmində ruhunu şad eləsin. Tərənə xala axır qəminiz olsun. Bundan sonra bu evdə həmişə xoş günlər olsun. Həmişə xeyir işlərə, şadlıqlara inşallah yığışaq. Amin. Çox sağ olun. Əziyyət çəkmisiniz. O boyda yol gəlmisiniz. Yox, nə Vallahi əziyyəti Allah var. Vallahi razı borcdur. olsun. Allah Borcumuzdur. Nə ayaqlarınızı indən sonra deməkdir. xeyirli günlərə açsın inşallah. Amin. Hər bir qapıya, hər bir ocağa. tezliklə Orada şəhid Nəzimi sevindirsin. Amin. Allah Amin köməyin ya olsun. Rəbbim. Ay, Bütün kanalda Şəhid olanların hanım, çox sağ ol. arzusudur bu. Amin. Tezliklə sevinsin. Biz də onun o kanalda yığışaq, bibiləri qurban alsın, kəssin inşallah. Allah razı olsun. Allah İnşallah. köməyiniz olsun. Təşəkkür İnşallah. edirəm. İnşallah. Allah sevindirsin. Amin ya Rəbbim. Bütün kimin arzusuna da Allah hamının arzusuna çatdırsın. Amin. Amin. O qəribçilikdə olan qardaş bacılarımızı da Allah qorusun. Amin, Bu- amin. o Hər bir Rusiyada gedən müharibədə onlar da çətinliklər, əziyyət çəkirlər. Orada da onlar həqiqətən çox əziyyət çəkirlər. Allah həmişə üstlərində yar olsun inşallah. Allah bir daha hamımıza can sağlığı versin. Allah heç bir ölkəyə müharibə yaşatmasın. Müharibə pis şeydir. Analar gözü yaşlı qalır, analar oğulsuz qalır, uşaqlar atasız qalır. Allah heç bir körpə balanı atasız qoymasın, heç bir ana indən sonra oğulsuz qalmasın. Allah şəhid analarımıza da bolluca səbir versin. Amin. Onlar uca məqamdadılar. Biz həmişə deyirik, onlar tarix yazan oğullardır. Nə qədər ki Azərbaycan xalqı yaşayır, şəhidlərimiz də yaşayır bizlə bərabər. Onlar tarix yazırlar. Elədir. 30 illik torpaqlarımızı girovluqdan azad ediblər. Allah hər birinə rəhmət eləsin. Analarına da səbr versin. Amin. Bugünkü gün olan sayəsində bu torpaqlarımız işğaldan azad olubdur. Kaş deyirəm ki, biz heç bu anaları tanımayaydık. İndi isə şəhid anası kimi biz onları tanıyırıq. Bizim başımızın tacıdırlar. Biz bugünkü gündə onların sayəsində də elə Tərana bacını tanımışıq. Bir-birimizi tanıyırıq. Bəli, Novruz qardaşa hər gecə orada rəhmət deyirik və yaxud da indi bugün buradayıq. Sizin balalarınız sayəsində biz hamımız bir yerə yığışmışıq. Elədir. Allah Pənah qardaşa ömür versin. Amin. O kanalı İnşallah. yaradıb, bu yolu qoyub. Allah ruh simbol eləsin ki, Amin. bu kanal inkişaf eləsin. Amin. Amin. Biz bundan sonra Şəhlanın da evinə, Xeyr. Dərman sizə də, Amin. Nurla bacının evinə də elə xeyir işlərə gedər. Nəzim, Amin. Allah səni də xoşbəxt eləsin. Allah köməyiniz olsun Allah səni də inşallah. sevindirsin, Təşəkkür. əziyyətimizi çəkirsən bir dəfə. Xoşdur. Xoşdur Əziyyəti var. deyəndə gecə saat 1-dən yuxusuz gəlmişsiniz. Eybi yoxdur. Nə olacaq şey? Allah
Allah canınızı sağ Həmişə eləsin. də Əziyyət gözümüzdə çəkirlər. sizin yeriniz var. Nə Allah vaxt razı olsun. bundan Allah sonra xeyir işlərə həmişə gəlin. qapınızı açıq eləsin. Çox sağ olun. Həmişə Borcumuz- süfrəniz açıq olsun. Sağolun, səidin xeyir işinə yığışaq inşallah. İnşallah, inşallah Allahın izniyle. Nə vaxt Şəhlan yolunuz ananda Bakıya düşür, evinizin subay qapısı balasının sizə xeyir açıq. işinə yığışaq Bir inşallah. balam kimi, bir bacımız kimi, bir anamız kimi hər birinizdə qapımız açıq. Şenləsin. Çox sağ olun. Gün o gün olsun evinizə xeyir işlər. İnşallah, Amin. İnşallah, Hər birinizin inşallah. qəlbinizin Allah əməli razı olsun xeyir hamınızdan. işlərə gəlir. Hə, dəyərli izləyicilər, bax bu gün bu çəkilişimizi də izlədiniz. İndi kommentlərdə kimin nə fikri var inşallah yazarsınız. Tərana xalanın da başı qarışıqdır. İşin qoysun, rahatlasın, tamam. Baş açılandan sonra inşallah qoşulub İnşallah canımızda da iştirak eləyəcək. Bir daha izləyən hər kəsə təşəkkür edirəm. Allah bir daha Novruz əmin ruhunu şad eləsin. Bir daha Şəhlanaya da, Nərgiz anaya da, Nurlan anaya da təşəkkürümü bildirirəm. Allah razı olsun hamınızdan. Hər birinizə əziyyət çəkmisiniz. Böyük əziyyət çəkmisiniz. Valla heç qıymazdır. Allah razı olsun Xəzalət hər vermisiniz. birinizdən. Yox, yox, nə hər xəzalət birinizə var, razı olsun. Allah əstəğfurullah. fəna səni yenə qorusun bal o yad ellərdə. Çox sağ ol. Allah səndən razı olsun. Allah qazancını birə min artıq eləsin. Amin. Allah razı Allah olsun. səni mərdimazar insanlardan qorusun. Allah evlatlarını qorusun. Ata-ana gözü dolusu versin səni. Amin, amin. Həqiqətən də Pənah oğlu təkdir. Vicdanlı da, ağır yük üstündədir. Allah onu ağır yükə salmasın. Allah Amin. ona rahatçılıqla ruzi Amin. yetirsin ki. Amin ya Rəbb. Vallahi hamının yanında təkdir də. Nə demək olar başqa? Hamımız bilirik. Allah onun əziyyətini itirməsin. Amin ya Rəbbim. Allah anasının atasının gözünə çıraq eləsin, balalarını Amin. da onun öz gözünə çıraq eləsin. Amin. Allah canına dəyməsin, Allah sağlam Allah ömür əziyyətini versin ona. itirməsin. İnşallah. Allah əziyyətini itirməsin. İnşallah salamat olsun, salamat yaşasınlar, Amin ya. qazansınlar, mərdimazlardan, pis gözdən, pis nəfisdən uzaq Amin. olsun. Amin. Amin. Vallahi deyir insanın min yiyəni olsun, bir deyəni olmasın. Düzdür, düzdür. Allah onu pis nəfisdən, pis gözdən qorusun. Amin. Ham əziyyətinə qazanır. Rusiyada elə pul avaçda bitmir ki, getsin kimsə yığsın. Zülmlə, qarın çoluğunun içində Neydi? qazanırlar. Allah qazançlarını birə min artıq eləsin. Allah hasat ruzu qismət eləsin hər birinə. Çox sağ olsunlar. Hər birinizə təşəkkür edirəm. Ad çəkə bilmirəm. Çünki Birinin çoxsunuz, adını Allah deyəndə daha hə- da bəli, birinin adını çəkəndə Biri yaddan çıxır. yaddan çıxır, onda adam özün Onu pis eləyir bilirəm ki, kimisə Tərənə dedin, kimisə bacı, demədin də. Şəhid anaları canlı yayın, hamı ailədir, həqiqətən də Düzdür, bir ailə, mehriban, bir ailə. mehriban ailədirlər, çox gözəl. Yaxşı. Dəyərli izləyicilər, Tərana xala da öz qonaqlarını yola salsın. Biz də yavaş-yavaş yolumuz uzaqdır. Duraq, gedək. Allah hamınızdan razı olsun. Bir daha hamınıza təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Allah hər birinizdən razı olsun gözəl izləyicilərimiz. İndən sonra həmişə təkindən sonra xeyir işlərə yığışaq. Allah var eləsin. Baxan gözləriniz var olsun. İnşallah Allah hamınızdan razı olsun. İnşallah balası olanda inşallah bir söz verirəm buradan gedəcək inşallah. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin hamınızın. Yığılıb gedəyin hamı. Gedərik, bəli, gedib burada şəriyyət eləyərik inşallah. Allah'a razı olsun. Allah razı olsun hamınızdan. Amin. Qəminiz olsun, bundan sonra qapıya şad günlərə, xeyirli işlərə gələr. İnşallah. Allah sizə səbir versin. Çox sağ olun. Yenə deyirəm, razı olsun hər birinizə. Əziyyət çəksiniz. Allah bağlarını qorusun, Allah bağlarınızda tərəna basın. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Allah köməyiniz olsun.